xoş gördük kanalımın dəyərli izləyiciləri. Mən Kamil müəllim. Bu videomda da sizə Azərbaycan dilindən maraqlı bir sualın izahını etməyə çalışacağam. Diqqətinizə çatdırım ki, bu tipli suallarda adətən abituriyentlər, ümumiyyətlə Azərbaycan dili imtahanı verən şəxslər bəzən yanlışlığa yol verirlər. Gəlin sualımızın izahına keçid alaq. Sualda qeyd edilir ki, feildən düzəlmiş sözlər hansılardır? Aydındırmı? Bizə feildən düzəlmiş sözlər lazımdır. Gəlin birinci sözə baxaq. Birinci söz yazıcı sözüdür. Aydındırmı? Burada sözün kökü yazmaq feilidir. Düzdür? Və yazmaq feilindən yazı nə isim düzəlib, isimə isə çı şəkilçisi isimdən isim düzəldən leksik şəkilçi qoşularaq növbəti bir isim yaradılıb. Burada yanlış olaraq bəzən sözün kökünü yaz feili görən kimi feil götürürlər. Yəni feildən düzəlmiş söz kimi götürürlər. Ancaq biz nə etməliyik? Burada şəkilçiyə diqqət eləməliyik. Sonuncu leksik şəkilçi çıdır. Əgər çı hər hansısa bir sözə qoşulubsa, deməli onun qoşulduğu söz feil ola bilməz. Aydındırmı? Yəni bizdə proses necə gedib? Yaz feilindən artıq yazı sözü düzəlib, yəni isim düzəlib. Və biz yazı nə isimdən yazıcı təzədən bir isim yaratmış olmuşuq. Deməli sözün kökü feil olsa da feildən isim, isimdən bir daha deyirəm isim düzəlib. Ona görə də bax bu birinci bizə aid ola bilməz. Gəlirik ikinci sözə baxırıq. Bəli, ikinci sözün kökü itmək feilidir və ondan itkin sözü düzəlib, itkin ismi düzəlib. Bəli, feildən isim düzəlib. 2 doğrudur. Gəlirik üçüncü sözə. Göndəriş sözünün kökü göndər feilidir, göndərmək sözüdür. Yəni gön sözü ola bilməz. Yəni məna baxımından gön sözündən göndərmək feili düzələ bilməz. Çünki burada bir əlaqə yoxdur. Göndərmək feilindən göndəriş, bəli, ismi düzəlmişdir. Feildən düzələn sözlər sırasında üçü də götürə bilərik. Gəldik dördüncü sözə baxırıq. Dördüncü söz nədir? Əzginlik sözüdür. Bu sözün deməli kökü əzmək sözüdür, feilidir. Olmağına belə feildir. Əz, nə et, əz. Bunda ancaq burada gin şəkilçisi qoşulub artıq sifət düzəlib. Əzgin. Necə əzgin? Sonuncu leksik şəkilçisi, yəni lıqlik, luqlik şəkilçisi əzgin sifətinə qoşulub. Yəni əzgin sifətindən əzginlik nə isim düzəlib. Sözün kökü feil olsa da biz lıq şəkilçisini birbaşa əzmək sözünə qoşmamışıq. Bu əzlik sözü deyil. Əzginlik sözüdür. Yəni əzginlik sifətindən əzgin ismi düzəlmişdir. Ona görə 4 uyğun deyil, bunu götürmürük. Gəlirik 5-ci sözə, döyənək sözünə. Bəli, burada döymək sözü feildir. Döy, döyənək. Feildən birbaşa deməli bu söz yaranmışdır. Ona görə biz 5-i də götürürük. 5-i də götürürük. Döyənək yer, məsələn, necə yer sifət? Amma feildən düzəlib. Bunu da götürürük. Çəkisizlik sözünə baxağın. Çəkisizlik burada yenə də eyni vəziyyətdir. Sözün kökü çək feili olsa da feildən çəki nə isim düzəlib. İsimdən təzədən bir sifət düzəlib, yenidən bir çəkisiz. Necə? Sifət düzəlib. Sifətə də lik qoşaraq çəkisizlik nə isim yaratmışıq. Ona görə də bax bu sözdə kökü feil olsa da feildən düzəlmiş söz hesab edilmir. Beləliklə feildən düzələn sözlər oldu 2, 3 və 5. Bu da hansı variantdadır? D variantı. Deməli testimizin doğru cavabı D-dir. Dinlədiyinizə görə təşəkkür edirəm. Uğurlar.